Salam ay fikirçi, necəsən, nə var, nə yox, necədir vəziyyət? Bugündən etibarən podkasta başlayacağam. Sənə də fikirçi deyəcəm. Niyəsini soruşsan, əksəriyyətin diqqətə layiq heç bir şey düşünmədiyi bu dövrdə başını işlədən, fikirləşən adamları qəhrəman hesab eləyirəm. Bunu Dədə Qorqud boylarındakı igidlik göstərən adamlara verilən ad kimi düşünə bilərsən. O qədər fikirləşdi ki, ona fikirçi dedilər. Necədir sənin üçün? Məncə əladır. Vətənə, millətə xeyirli olsun. Sənə uzun-uzadı özümdən danışmaq istəmirəm. Heç giriş də verməyəcəm. Çünki başlanğıclar mənim üçün çox çətin və stressli olur. Yeni bir şeyə başlamaq fikri həmin şey mənim gözümdə çox böyüdür. Bitirmək olsa belə çətinlik çəkmərəm əslində. Bir şeyləri bitirmək mənim üçün çox asandır. Yəni sən məni bir şeyə başlayanda yox, o şeyi bitirəndə gör. Əvvəlini sonunu düşünmədən, birdən-birə elə qəşəng bitirərəm ki, şok olarsan. Özü də həmin an çöldən çox cool görünərəm. Məni o actionlı kinolardakı cool personajlar kimi düşünə bilərsən. Hansı ki bombanın düyməsini basır və musiqi sədaları altında özündən əmin hərəkətlərlə irəliləyir. Fonda da partlayışı, alovları görürük. Mən də bax tam oyam. Həyatımın altına bomba qoyanda o qədər özündən əmin görünürəm ki, ətrafdakılarda hətta deyərdim ki, heyranlıq doğurur bu görüntü. Sənə halaldır Fərdə pankartları açılırlar. Amma belə baxanda o kinolarda fonda görünən alov və partlayış bir növ mənim həyatımın parçaları və qırıntıları olur. Çünki mən hər şeyi dağıtmış oluram. Amma başlanğıclara gələndə illərlə başlamalı olduğum şeyin üzünə baxa bilərəm. Və o şey bezər deyər ki, əşi lazım deyil. Allah vurmuşdu elə səni də, sənin başlamağı da və çıxar gedər. Buna görə də mən sənə özüm haqqında samballı bir başlanğıc vermədən birbaşa söhbətə keçəcəm. Dedi və uzun-uzadı özündən danışdı. Beləliklə nur topu kimi bir başlanğıcımız oldu. Amma həm də söhbətə girdik. Xeyirli olsun. Söhbətə girdim girməyinə, amma nə danışacağım, nə deyəcəm heç bir fikrim yoxdur. Çox uzun müddətdə ağlımda olan bir şey idi bu. Üstəlik o vaxtlar podkastlar da bu qədər yayılmamışdı. Amma bunu dedim, elə düşünmək ki, ilk mənim ağlıma gəlmişdi, ən yaxşı mənəm, ən bomba fikirlər məndən çıxır kimi bir yerdən demirəm bunu. Yəni düzdür, Allah tərəfi danışsaq çox bomba fikirlərim var. Amma indi söhbət ondan getmir. Demək istədiyim odur ki, bu podkastlar və sair də yayılıb çoxalandan sonra açıqla üzüm utandı, xəcalətimdən biraz qeyrətə gəldim. Dedim mən də başlayım. 2020-dən bəri podkasta başlamaq istəyirəm. Gec olsun, güc olmasın deyib 2025-də başlayıram. Əslində bəlkə yenə də başlamazdım. Sadəcə bugün 8 martdır və düşündüm ki, daha cəsur olmalıyam və cəsarətdən də əlavə özüm üçün bir şey, bir addım atmalıyam və qoy yoxluyum, nə olar. Bayaq başlanğıclar mənim üçün çox çətindir deyəndə nəyi nəzərdə tutduğumu indi daha yaxşı başa düşürsən yəqin ki. Nəysə, mən başlayıram. Düzdür, nə danışacağımı tam olaraq bilmirəm. Amma başlayaq, yolda baxarıq vəziyyətə. Deyir həyatımın xülasəsi, sonra baxarıq. Görək necə olur, yol bizi hara aparır. Mən danışıram. Dinləyib dinləməmək sənə qalıb. İnşallah ki dinləyərsən, amma dinləməsən də incimə. Amma o sənin ayıbındır. Dostoyevski kitabı yazıb. Kimsə onun kitabını oxumursa buna görə heç kim Dostoyevskini qınamır. Dostoyevski də heç nə itirmir. Kitabı oxumayanı qınayırlar. İki daşın arasında da özümü Dostoyevski ilə bir tutmağıma necə xal verərsən. Aşıq ego aldı sazı görək nə dedi. Dedi, nə dedi. Nəysə. Zarafat bir yana. Özümü Dostoyevski ilə əlbəttə ki müqayisə eləmirəm. Nəticədə mən içmirəm, çəkmirəm, qumar oynamıram. Bu söhbətə görə də məni yıxıb sürmə. İlk bölümdə linç yemək istəmirəm. Əslində ümumiyyətlə linç yemək istəmirəm. Amma Dostoyevski həqiqətən yəni gözümüzdə böyütdüyümüz qədər yaxşı oğlandı doğrudan. Ciddi deyirəm. Belə bir yanaşma var axı onu tanımayan özünü tanımır, cahil. Necə yəni Dostoyevski oxumamısan? Raskolnikov. Amma sən qoy bir kənara cinayətin cəzasını, hələ saxla bir görə yerin altının üstünü. Sən mənə de görüm, sən Dostoyevskiyə qız verərsən? Ya da Dostoyevskiyə ərə gedərsən? Məncə yox. Nə qız verməzsən, nə ərə getməzsən, nə bir dostuva icazə verməzsən ki, onunla münasibət qursun. Qapıdan qovarsan, içənli, çəkənli, qumarbazdı deyərsən. Belə də baxalımda elə düz də eləyərsən. Çünki nə melanxoliyası bitir, nə dərdi azları bitir. Nədir də yəni bu? Oğlumuz nə işlə məşğuldur? Belə də avaranın biridir, amma çox bomba yazmağı var. Açığı bu planda yox idi. Durduq yerə niyə adamın qeybətini elədim bilmirəm. Amma açıq danışaq da. Yəni bunların bu depressivliyi, adamın ürəyini çəkməkləri nədir də? Yəni come on da qaqam, nə olub sənə? Əgər mənim tanışım olsaydı bu Kafka, Van Gogh ya da elə Dostoyevski özü, onları aparıb əvvəl bir qan analizi götürdürərdim. Bir hormonların zadını yoxlatdırardım ki, baxım görüm bunlarda bəlkə fiziki problem var.
Yəni hardan gəlir də bu depressivlik? Bəlkə bir iki vitaminlə yoluna qoymaq olar söhbəti. Düzdür, yəni hamısının kökü var. Baxma, indi daha az danışıram, amma ki uşaqlıq travmaları, həyatın çətinlikləri, nə bilim, taleyin keşməkeşli yolları, bla bla, okey, düzsən. Çətindir, başa düşürəm. Amma bir nöqtədə burax da başını qardaş. Bir dayan, bir məsuliyyət götür. Haçana kimi travmaların içində çobalamaq olar. Bir ailənin arvad uşağın məsuliyyətini al boynuna, qayna qarış həyata. Toyuqdan cücədən saxla, heç olmasa həyat bacaya qulluq elə. Ya bir şey elədin, nəyinsə başını qat. Sən niyə belə şeylər eləyirsən? Bu arada biraz əvvəl adamlara da toyuqca saxlamağı məsləhət gördüm, deyir, rayon uşağı olduğumu demədən göstər. Amma yəni həqiqətən bəlkə də 2 dənə kənd yumurtası yesəydilər, bu qədər depressiv olmayacaqdı bu adamlar. Ay, nə bilim, biri tarakana çevrilir, o biri dəqiqə başı türməyə girib çıxır, oyun qalmır çıxardılar. Hələ o Van Gogh-u demirəm, o qardaşını necə çərrətdi. Yetdi onun başına oyun qalmadı gətirdi də o adam. O yazıq elə bunun ardınca süründü ki, bunu bir yerə çıxarsın. Düzdür, yəni Van Gogh özü də çox əziyyət çəkdi, amma yəni mənim Teoya daha çox ürəyim yanırdı, çünki nə bilim, süründü bu adam bu qardaşının dalıyca. Nə bilim, çox əsəbimə toxunur adamlar. Çox nə bilim deyirəm, bilmirəm, eşidəndə, dinləyəndə yoracaq, amma nə bilim. Bir yerdə oxumuşdummu, yoxsa hansı serialda mı eşitmişdim, tam yadıma gəlmir. Amma orada psixoloq belə bir şey deyirdi ki, bu sənətkarların psixoloji çətinlikləri onların sənətlərinə çox böyük təsir göstərib. Yəni bir növ dayaq nöqtəsi olub. Onlar da bu ağrıları çəkməsəydilər, nə bilim, bu qədər travma yaşamasaydılar, psixoloji sıxıntıları olmasaydı, bu cür əsərlər yarada bilməzdilər. Əslində düz də deyirdi. Elədikləri hər şey onların dəliliyindən gəlirdi. Amma yenə də onların ətrafındakı insanları düşünəndə məyus oluram bir balaca. Sən mənə çox da fikir vermə, fikirçi. Mən də onların tayıyam əslində. Düzdür, onlar qədər ağıllı və istedadlı deyiləm. Amma mənim də bir damarım çatmadığı ilə bağlı şübhələrim var. Qəti deyirlər, amma var. Bir də bunu indidən deyim ki, adamlar üçün belə deyinirəm, amma 3-4 bölüm sonra onları tərifləyə də bilərəm. Əgər 3-4 bölüm sonrası olsa. Onda gəlib üzümə vurma ki, o gün belə deyirdin, indi belə deyirsən, nə oldu Fəridə filan. Çünki mən indi dediklərimə də tam cavabdeh deyiləm. Hal-hazırda belə düşünürəm, okey, amma 5-10 dəqiqə sonra oxuduğum ya da izlədiyim bir şey fikrimi dəyişdirə bilər. Yəni mənim fikrim hər an dəyişə bilər. Mən hərəkəti keçməkdə çətinlik çəkən, amma dayanmadan fikirləşən adamam. Nə bilim, arada mənə elə gəlir ki, hər şey başımın içində başlayır və bitir. Dünyanı bir növ başımın içində təcrübə edirəm sanki. Əlbəttə bu heç yaxşı bir şey deyil. Biraz da həyatla gizlənpaç oynamağa oxşuyur deyəsən. Amma öz aramızda çox da yaxşı gizlənirəm. Uzun sözün qısası, bu gizləndiyim yerdə, fikirlərlə qaynayarkən ya da fikirləri qaynadarkən, özüm ağıldakılar məni də eşitsin istəyirəm bir tərəfdən. Eşitsinlər ki, yerimi tapa bilsinlər. Tapandan sonra orada qalaram ya qaçaram bilmirəm. Əsas o da oyun geçsin. Nəysə ay fikirçi, yavaş-yavaş bölümü bitirək. Melanxoliyanın suyuna çörək batırdığımız bu günlərdə D vitamini qəbul eləməyi, su içməyi, bacardığın qədər stressdən uzaq olmağı və çoxlu-çoxlu gülümsəməyi unutma. Fikirləş, amma fikir eləmə. Hələlik. Fikirləş, amma sən fikir eləmə. Gərəzləri at kənara, fikirləri dinlə. Fikirçi baba. Möhkəmi yapış ucundan fırlanır dünya. Fikirdən danışıb, fikirdən yazırıq. Kəmərini bağla, uçuşa hazırıq. Götür fikirlərini, gəl qoşul bizlərə. Bas pələyə uçuruq göylərə. 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 Bay, ya uçuruq göylərə. Bay, ya uçuruq göylərə. Bay, ya uçuruq göylərə. Bay, ya uçuruq göylərə. Fikirləş amma sən fikir eləmə. Gərəzləri at kənara, fikirləri dinlə. Fikirçi baba. Möhkəmi yapış ucundan fırlanır dünya. Fikirdən danışıb, fikirlə yazırıq. Kəmərini bağla, uçuşa hazırıq. Götür fikirlərini, gəl qoşul bizlərə. Bas pələyə uçuruq göylərə. Göylərə. Göylərə.
olmaz sen fikir eleme. Kerezleri at kenara, fikirleri dinle. Fikirci baba. Möhkem yapış ucundan fırlanır dünya. Fikirden danışıp fikirle yazırıq. Kemerini bağla, uçuşa hazırıq. Götür fikirlerini gel koşul bizlere. Bas boleya uçuruq göylere. Bas boleya uçuruq göylere. Bas boleya uçuruq göylere. Göylere.